Əvvəla hər kəsi salamlayıram. Ümid edirəm ki, yaxşısınız. Deməli bilirik ki, bir neçə gün öncə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri açıqlandı. Və bu videonu çəkməkdə məqsədim bu il əldə etdiyimiz nəticələri sizinlə ətraflı bölüşməkdir. Çünki düşünürəm ki, il boyu çəkdiyimiz zəhmətin, əziyyətin nəticəsini, bəhrəsini sizinlə, yəni maraqlı şəxslərlə paylaşmaq vaxtıdır. Öncə qeyd edim ki, bu ildə həmin şagirdlərlə intensiv və planlı şəkildə çalışdıq. Yəni dərslərimiz yalnız hər hansısa bir mövzunun izahı üzərində, yalnız testlərlə işləmək üzərində qurulmadı. Hər bir mövzunun sıfırdan tam şəkildə geniş izahı ilə yanaşı qaydaların məntiqini, eləcə də mətnlə işləmək yolları üzərində də çalışdıq, onları da uşaqlara mənimsətdik. Yəni şagirdlər imtahana gedərkən onların işləmədikləri hər hansısa bir sual tipi və yaxud mətnlərdə hər hansısa bir mətn sualı tipi qalmamışdı. Daha sonra şagirdlərimiz bu il çox sayda keyfiyyətli sınaqlar işlədilər. Həm Dövlət İmtahan Mərkəzinin əvvəlki illərdə keçirdiyi bütün imtahanların, daha sonra OTK-nın həm bu il, həm də əvvəlki illərdə keçirdiyi bütün sınaq imtahanlarının, eləcə də digər kursların keyfiyyətli sınaqlarının, öz hazırladığım sınaqların hər birini işlədilər uşaqlar. Və bu sınaqların izahları da yəni həm sinif otağında, həm də bundan əlavə hazır video şəklində, qabaqcadan çəkilmiş hazır video şəklində şagirdlərə göndərildi və evdə də sərbəst şəkildə yəni həmin izahları izləyə bildilər. Və bu gərgin əməyin, zəhmətin nəticəsi olaraq bu il 9-cu sinif şagirdlərimizdən 8 nəfər 90 plus bal topladı. Yəni mümkün 100 baldan 90 plus bal topladılar. Onlardan da əksəriyyəti 100 balı ya hər hansısa bir texniki səhvlə, ya ani bir diqqətsizliklə, ya kodlaşdırma səhvi ilə belə yəni əldən vermiş oldular. Bundan əlavə şagirdlərimizin böyük əksəriyyəti 80 plus nəticə, yəni 80 baldan daha yuxarı nəticə göstərdilər. Deməli, yəni bu nəticələr şagirdlərin, hazırlıq şagirdlərinin böyük əksəriyyətinin 80 plus nəticə toplaması, 80 baldan yuxarı nəticə göstərməsi nəinki balaca bir rayon üzrə, yəni əminliklə demək olar ki, yəni təvazökarlıqdan uzaq olmasın, əminliklə deyə bilərik ki, ölkə üzrə ən uğurlu nəticələrdən biri hesab oluna bilər. Və bu rəqəmlər sadəcə olaraq bir rəqəm deyil, sadəcə olaraq bir statistika deyil. Aylarla çəkilən, illərlə çəkilən zəhmətin yəni məntiqi sonluğudur. Bu nəticələr həmçinin mənim özüm üçün də bir ayrıca bir motivasiyadır, bir həvəsdir və növbəti illərdə daha yüksək nəticələr əldə etmək üçün bir stimuldur. Belə, yəni son olaraq mən bir daha bu video vasitəsilə də yüksək nəticə göstərən şagirdlərimizi, onların valideynlərini təbrik edirəm. Onlara növbəti imtahanlarında da, 11-ci sinif imtahanlarında da, blok imtahanlarında da, qarşıdan gələn bütün imtahanlarda da uğurlar arzulayıram. Belə, yəni sağ olun. Növbəti videolarda görüşəcəyik.